Zakazım gəlibdi, zakazımı göstərmək istəyirəm. Deməli, əlavə məhsullarda 3 dənə gecə gigiyenik salfeti. Deməli, onu demək istəyirəm ki, bunun tərkibində çipi var. Yəni, o çip müalicəvi bir çipdir. Anionovi çipdir. Anionovi çip. O müalicəvi bir çipdir. O, bakteriyaları öldürən bir çipdir. Kodu və bizimkilər də zibildən hazırlanmayan bir salfetlərdir. Keyfiyyəti çox qəşəngdir. Bir dəfə alan başqa bir salfetlərdən istəməyəcək istifadə etməyə. Yəni mütləq bunu da bircə dəfə alın, sınayın. Və bunu açmaq istəyirəm. Deməli, saytda indirimliydi, ona görə bunları zakaz elədim. Baxın, bu çox qəşəng sərfəli qiymətləndi. İçində də 8 dənə, 7 dənə, əvvəl 8 idi. Çek və uşaq şampunları geldi. Uşaq geli endirimlə. Bu saytda indirim olduğuna görə bunları zakaz eləmişəm. Və baxın, 3 dənə şampun vurmuşam saytda. Çox qəşəng, münasib geldi bu. Duş geli münasib qiymətə idi. Kodu 2881 çox münasib idi və bu məhsul bizdə qutarmışdı. 3 dənə də bundan vurdum. Uşaqları gigiyenik məhsuldur, yumaqdan ötürü, popalarını yumaqdan ötürüdür. Bu da artikulu 3266. Bu da mütləq hamıda olmalıdır. Qabaqdan yay gəlir, gellər də lazımdır. Bu da mütləq və mütləq uşaqları, kimi balaca uşaqları var, 3-dən yuxarı yaş. Mütləq bu tualet otağında olmalıdır. Uşaqlar hər dəfə bunu istifadə etməlidir. Yəni çox qəşəng iyisi də var. Bunu da artikulunu göstərdim və onu göstərmək istəyirəm. Salfet 6 dənə salfet götürmüşəm, özümə götürmüşəm ki, bu salfeti mən çox istifadə edirəm. Uşaqlara, özümüzə, baxın, qiyməti saytda indirim idi, çox münasib idi. Salfetlər bizdə çox baha deyil, ancaq keyfiyyəti tərkibi lasyon, süd, müxtəlif yağlar, baxın, depantenol tərkibi qəşəkdir. Və artikulu burada görsənmir. Baxın, 6 dənə. İyisi də qəşəkdir, içində də çoxdur. 50 dənədir içində və artikulunu tapa bilmədim. Deməli, artikulu 29-23. Prosta saytda indirim idi. İndi siz buranda bilmirəm, indirim olacaq, olmayacaq. Ancaq çox qəşəng salfetlərdir. Baxın, bu da mənim balaca bir mini zakazım. Ən çox uşaqlar üçün. Nə indirimdədir? Hər dəfə girin sayta, baxın. Endirimli məhsullar tez-tez olur. Endirim olmamışdan da öncə saytda məlumat olur ki, ayın neçəsində endirimlər olacaq. Ona görə tez-tez baxın.